Yeni dərs ilinin başlanması münasibətilə bütün müəllim və şagird heyətini səmimi qəlbdən təbrik edirəm. Müəllimlərə işlərində müvəffəqiyyət, şagirdlərimizə, gələcəyimizə isə bol-bol zehin, savad, elmli, alim olmalarını, səslərini daima ucalardan, zirvələrdən gəlmələrini arzu edirəm. Elə bu niyyətlə də yazdığım Məktəb bir bağa bənzər adlı şeirimi sizinlə bölüşürəm. Müəllif Nazlı yazar, qiraət edir Nazlı yazar. Yenə körpə balalar, əllərində çantalar, elmin təhsil ocağı, məktəbə yollanırlar. Yenə başladı məktəb, dərslərdir indi hədər. Dərsi yaxşı oxuyun, xoş günləri toxuyun. Bir qaba nəsə yığsan, bil o qab daralacaq. O qaba elmlə varsan, bil ki, varlı olarsan. Müəllim bir bağbansa, məktəb bir bağa bənzər. Savadlı gül balalar, çiçək tək bağı bəzər. İstər alim, hakim ol, istərsə də müəllim, heç vaxt yaddan çıxmayır. Birinci o ilk müəllim. Birincilər, incilər, həyata sevincdilər. Amalları əlifba, sarılaraq kitaba, A deyib B deyəcək, əlifba öyrənəcək. Əlifbanı öyrənib, ana vətən deyəcək. Ordu təhsil olacaq, elmə səfər olacaq. Ordusu təhsil olan daim zəfər çalacaq. Nazlı yazar sizlərə eylədi bir tövsiyə. Elə bir həyat qurun, olsun sizə hədiyyə. Elmli alim olun, gələcəyə hədiyyə.